Salam uşaqlar. Bu günləri 6-cı sinif riyaziyyat 2-ci hissədən dəyişənli ifadələrin sadələşdirilməsi səhifə 34-də olan mövzunu izah edirəm. Araşdırma, müzakirə. Dolçada 2 litr süd var. Dolçaya əvvəlcə 1 stəkan süd əlavə edildi. Sonra oradan 2 stəkan süd götürüldü. Stəkanın tutumu m litri olarsa, dolçada nə qədər süd qaldı? Bunu riyazi ifadə ilə necə yazmaq olar? 2 üstünə gələk m, çünki 1 stəkan süd əlavə edilib. 2 üstünə gələk m, sonra 2 stəkan götürülüb. Çıxaq 2m. O da bərabərdir. Oxşar toplananları m ilə 2m islah eləsək, 2, m, biri mənfi, biri müsbət. Biz bilirik ki, əks işarələr çıxılır və böyüyün işarəsi qarşısına yazılır. Böyükdə mənfi 2-dir, çıxaq 2m'dir. Ona görə də 2 çıxaq m qalır. 2 çıxaq m qaldı. Bunu riyazi ifadə ilə hesabladıq. 2 çıxaq m şəklində oldu. Öyrənmə. Oxşar toplanan onların islahı. Dəyişəni olan ifadədə eyni toplananlara və yalnız əmsalı ilə fərqlənən toplananlara oxşar toplananlar deyilir. Məsələn, 2x üstünə gələk mənfi 5x üstünə gələk 1. Burada 2x ilə mənfi 5x oxşar toplananlardır. Yəni, ancaq əmsalları ilə fərqlənir. Onların cəmi də toplama ilə də hesablamaq olar. Yəni, biz bilirik ki, əks işarəli biri mənfidir, biri müsbətdir. Əks işarəli dəyişənlər, onları böyükdən kiçik çıxılır, böyüyün işarəsi qarşısına yazılır. Yəni, 5-dən 2-ni çıxıram, mənfi 3x. Buna oxşar toplananların islahı deyilir. Deməli, burada mənfi, misalımız ümumi 2x üstünə gələk, mənfi 5x üstünə gələk 1-də, mənfi 3x üstünə gələk 1 kimi oldu. Yalnız işarəsi ilə fərqlənən toplananların cəmi 0-dır. Yəni 2x üstünə gələk mənfi 2x, o da bərabərdir 0. Yadda saxla. Oxşar toplananları toplamaq üçün onların əmsalları toplanılır. Alınan nəticələr hərfi hissənin qarşısında yazılır. Məsələn, 3x üstünə gələk 7x bərabərdir 10x. Yəni bu nə deməkdir? Sadə də belə başa düşsək, 3 alma var idi, sənin 3 alman var idi, digər yoldaşının 7 alması və onların bir yerdə nə qədər alması oldu. Hər ikisini toplayırıq, 3, 7, oldu 10 alma. Alma elə bir burada x-i əvəz edir. Elə təsəvvür edin ki, yəni onu dəyişən, müəyyən bir dəyişən əvəz edir. Həmin o dəyişən mütləq ki, yanında yazılmalıdır. Məsələn, biz deyə bilərik ki, sənin 3 alman var idi, yoldaşımın 7 alması var idi, cəmi 7 vardı, deyə bilmərik. Deməliyik ki, cəmi 7 alma vardı. Bu da 10 kimi. Sonra bir dənə nümunə verib 2x üstünə gələk mənfi 5x, o da bərabərdir mənfi 3x. Çalışma 1. Oxşar toplananları tapın. 2x çıxaq 4 üstünə gələk 5x. Burada oxşar toplananlar 2x ilə 5x. Həmişə belə şeylər uşaqlar toplayanda yadınızda saxlayın ki, məsələn, x olanda başqa dəyişən də ola bilər. İndi burada bir dənə dəyişəndir. Ona görə altından xətt çəkirik. 2x ilə 5x oxşar olanların altından bir xətt çəkirik. Oldu. 2x ilə 5x ikisi də müsbətdir, toplanır. 7x çıxaq 4. Sonra 7 çıxaq 2a üstünə gələk 7a. Burada yazıram. 2 mənfi qarşısında işarə olduğuna görə 2a mənfidir. 7a-dan 2a-nı çıxıram 5a. 7 çıxaq üstünə gələk 5a. 3d çıxaq 3c üstünə gələk 4d. Burada alınır d-ləri toplayıb yazıram 7d çıxaq 3c. 3 çıxaq 5n üstünə gələk 7n. Deməli, burada 3 üstünə gələk 7-dən 5-i çıxıram 2n. 3 üstünə gələk 2n. 6m çıxaq 3n üstünə gələk m üstünə gələk 2n. Burada dəyişən 2 dənədir. Ona görə də biri m-dir, biri n. M-lərin altından bir xətt çəkirik, bir toplayırıq. N-lərin altından 2 xətt. Yəni 6m-in m toplayıram, olur 7m. 3n-lə 2n də biri mənfidir, biri müsbət, çıxaq n. 7m çıxaq n olur. Sonra mənfi m üstünə gələk m, üstünə gələk 5. Bunlar mənfi, müsbət ikisi də əmsalları 1 olduğuna görə çıxılır və qalır 5. Mənfi b üstünə gələk 12 çıxaq b. Mənfi b ilə mənfi b ikisi də mənfi olduğuna görə eyni işarəlidir, toplanır, qarşısında öz işarəsi mənfi yazılır. Mənfi 2b üstünə gələk 12. 5k çıxaq 3 üstünə gələk 4k. 5k ilə 4k toplanır, 9k çıxaq 3. 2x çıxaq 3 üstünə gələk 3x çıxaq y.
Yenə də dəyişən 2 dənədir, amma oxşar olanlar 2x ilə 3x altına xətt çəkirəm. Toplanır 5x çıxaq 3 çıxaq y kimi qalır. 4a çıxaq 2b üstünə gələk a, üstünə gələk 4a. Burada oxşar olanlar 4a ilə a, bir də o birisi 4a. Üçünün də altından bir xətt çəkirik. Toplanır hamısı 9a çıxaq 2b. İkinci tapşırığa baxırıq. Təsvirdən istifadə etməklə cəmi tapın. A variantı -2x üstünə gələk -3x. İkisinin də işarəsi mənfi olduğuna görə eyni işarələr toplanır və -5x. B variantı 2x üstünə gələk -3x. Burada baxırıq işarə biri mənfidir, biri müsbət, ona görə çıxılacaq. Böyüyün işarəsi qarşısında yazılacaq. -3x böyük olduğuna görə mən 3-dən 2-ni çıxıram, -x. C variantı -4x üstünə gələk 6x. Burada da əks işarəlidir. Çıxılacaq. Böyüyün işarəsi qarşısına yazılacaq. Böyük müsbət olduğuna görə 6-dan 4-ə çıxıram. 2x. Növbəti 35-ci səhifəyə baxırıq. Oxşar toplananları islah edin. Nümunə verib 2n çıxaq 7n çıxaq 5n. Həllini deyir ki, bunların qarşısındakıları 2 çıxaq 7 çıxaq 5 vuraq n-i mötərizə xaricına çıxardıram. Yəni -10n. Amma bunu belə də hesablamaq olar. Bu daha mən elə bilirəm ki, bundan daha asandır. Digər mən dediyim, yəni sadəcə yanlarında bir də ortaq vuruq kimi çıxardıb toplayıb çıxmaq əvəzinə. Məsələn belə 2n çıxaq 7n çıxaq 5n. Burada eləyə bilərdik. Baxırıq 7n ilə 5n ikisi də mənfidir. Ona görə mənfi işarələr, yeni işarələr toplanır. Qalır 2n çıxaq 7-nin üstə 5 gələndə 12n bərabərdir. 2n ilə 12n əks işarəli olduğuna görə çıxırıq böyüyün işarəsi qarşısına. -12n ilə 2-ni çıxıram, -10n. Eyni cavab alındı. İndi aşağıçılara baxırıq. 5c çıxaq 8c bərabərdir. Əks işarəlidir. Böyükdən kiçiyini çıxıb 8-dən 5-i çıxıram. 8c-dən 5c-ni çıxıram. Qalır 3c, -3c. 6n çıxaq 14n üstə gələk n. Burada da 6n ilə n müsbət toplanır. 7n çıxaq 14n. Sonra əks işarəli olduğuna görə böyükdən kiçiyi çıxıb böyüyün işarəsini qarşısına yazırıq. -14n-dən 7n-i çıxıram. Yəni -14n-in üstünə gəlirəm 7n. Bu o deməkdir ki, 14-dən 7-ni çıxacam. -7n. -a üstünə gələk 8a çıxaq 7a. Orada da mənfilər toplanır, olur -8a üstünə gələk 8a. O da bərabərdir 0. -x üstünə gələk 3 üstünə gələk 2x. Burada 2x-dan x-i çıxıram. x üstünə gələk 3. 2m çıxaq 2 çıxaq 5m üstünə gələk m. 2m ilə m müsbətdir toplanır. 3m-dən də 5m əks işarəlidir çıxılır. Qalır -2m çıxaq 2. -4x çıxaq 3x. Burada da ikisi də eyni işarəli olduğuna görə toplanıb qarşısında mənfi yazılır. Bərabərdir -7x. 3y çıxaq 2y çıxaq 4y. Bunda da y-lər deməli 3y-dən 2y çıxıram. Belə də işləyə bilərik. Birinci mənfiləri toplayaq. -2y-dən -4y çıxaq 6y. 3y çıxaq 6y. O da bərabərdir -3y. 7k üstünə gələk. 7k üstünə gələk 2k üstünə gələk 2k. O da elədir. Toplayırıq, hamısı müsbətdir. 11k. B çıxaq 5 çıxaq 3b. Burada biri mənfi, biri müsbət olduğuna görə dəyişənin. -2b çıxaq 5. Əks işarələr çıxılır. 8n çıxaq 2n çıxaq 10n üstünə gələk 5n. Burada 8 ilə 5 eyni işarəlidir. Toplanır 13n çıxaq 2 ilə 10 da eyni işarəlidir. Çıxaq 12n. 13n-dən 12n-i çıxanda bərabərdir n. Diqqət! Verilmiş ifadədə bir neçə qrup oxşar toplanan ola bilər. Məsələn, 3a üstünə gələk b çıxaq 2a çıxaq 2b ifadəsində 3a ilə -2a, eləcə də b ilə -2b oxşar toplananlardır. Yəni, 2 dənə dəyişən var. Ona görə a-ların altından bir xətt, b-lərin altından 2 xətt çəkib onları
oxşar toplananları altından xətt çəkməklə hesablamaq daha asandır. Burada nümunə verib. Məsələn, burada nümunə verib 5x deməli əvvəlcə 3-ə baxaq. 3a üstünə gələk b çıxaq 2a çıxaq 2b. Bunu verib deməli 3a ilə 2a-nı, 3a-dan 2a-nı çıxıb a. Deməli çıxaq b ilə b-dən 2b çıxanda çıxaq b. A çıxaq b qalır. Sonra oxşar toplan 4-cü tapşırığa baxaq. Oxşar toplananları islah edin. İndi özümüz ona uyğun islah edəcəyik. 8c çıxaq 3 üstünə gələk 6c çıxaq 3. Burada dəyişən bir dənədir. 8c ilə 6c-nin ikisinin də altından bir xətt çəkirik. Eyni işarə olduğuna görə toplanır. O da bərabərdir 14c çıxaq 6. 4x çıxaq 9x üstünə gələk y üstünə gələk 3y. 4x 9x əks işarə olduğuna görə böyükdən kiçiyi çıxırıq. 9x-dən 4-ə çıxıram. Mənfi 5x qalır. Çünki böyüyün işarəsi qarşısına yazılır. Mənfi 5x üstünə gələk. Y-lər də toplanır. Eyni işarəli olduğuna görə üstünə gələk 4y. N çıxaq 2n çıxaq 5m üstünə gələk 2m. Burada da 2 dənə dəyişən var. N-lərin altından bir xətt, m-lərin altından 2 xətt çəkib. Deməli, mənfi n çıxaq 3m şəklində qalır. 7c çıxaq 10d çıxaq 2c üstünə gələk 2d çıxaq 1. Burada da dəyişən 2 dənədir. Ona görə də 7c-lərin altından bir xətt, d-lərin altından 2 xətt çəkib hesablayırıq. 7c-dən 2c-ni çıxıram 5c. 10d ilə 2d də 5c çıxaq 8d çıxaq 1. 1 üstünə gələk b çıxaq 2 üstünə gələk 3b. B-lərin altından bir xətt çəkirəm. Deməli, ədədlərin də altından, ədədləri eyni qayda ilə də altından 2 xətt çəkib toplaya bilərəm. B-dən 3b ilə toplandıq 4b çıxaq 1. 6m çıxaq 4n çıxaq üstünə gələk 4n çıxaq 7m. O da bərabərdir. 6m ilə 7m əks işarə olduğuna görə çıxılır. Mənfi m. 4n ilə 4n də bunlar da əks işarə olduğuna görə heç nə qalmır. O da bərabərdir mənfi m. 4x çıxaq 6y üstünə gələk 6x üstünə gələk 2y. Bunları hesablasaq 6x ilə 4x 10x çıxaq 6y ilə 2y isə əks işarədir. 10x çıxaq 4y. 2c çıxaq d çıxaq d çıxaq c üstünə gələk 5c üstünə gələk 4. Burada c-ləri 1 hesablayırıq. 2c-dən c-ni çıxıram 1c. C-nin üstə də 5c gəlirəm 6c. 6c çıxaq 2d üstə gələk 4. 5-ci tapşırıq. Boş xanaya elə də tapın ki, bərabərlik dəyişənin istənilən qiymətində doğru olsun. A variantı. Bilmirik neçə n üstünə gələk 3n üstünə gələk 9n bərabərdir 8n. 3n ilə 9n toplayıram, eyni işarəlidir. 12n. Amma cavab 8n-dir. Deməli, 8n-dən çıxıram 12n-i, o da bərabərdir mənfi 4n. Deməli, birincidə A variantında mənfi 4 durur, qarşıda 4 durmalıdır. B variantına baxıram. Bilmirəm neçə x çıxaq 2x üstünə gələ x bərabərdir mənfi 5x. Əvvəlcə mənfi 2x ilə verilənlərə baxırıq. Mənfi 2x ilə x ilə mənfi x. Mənfi x digər tərəfə keçəndə, mənfi x-ın digər tərəfə keçirəndə o müsbət olur. Bərabərliyin digər üzrə keçəndə müsbət olur. Deməli, mənfi 4x qalır. Burada da mənfi 4 durur qarşısında. C variantına baxıram. M çıxaq 4m çıxaq m. O da bərabərdir. Hesablayanda m-dən m çıxılır. Mənfi 4m qalır sadəcə. Deməli, mənfi 4 durur burada da. D variantına baxıram. C üstünə gələk 5c. Çıxaq bilmirik neçə bərabərdir mənfi c. C-nin üstə 5c gələndə 6c. 6c-dən neçə çıxsa mənfi c qalır. Deməli, 7 olmalıdır orada. 6c çıxaq 7c. O da bərabərdir. Böyükdən kiçik çıxılır. Mənfi c qalıb. E variantı. Bilmirik neçə y. Üstünə gələk 6y. Üstünə gələk 9t. Üstünə gələk t. Bərabərdir. 4y üstünə gələk 10t. T'yə baxıram. 9t'nin üstünə 1t gəlib 10t. Bizdə y soruşur. 6y, amma digər tərəfdə 4y qalıb.
Deməli, mənfi 2 durur yerində. Mənfi 2y-in üstünə 6y gələndə əks işarəli olan toplanır. 4y qalır. F variantına baxıram. N çıxaq 7, N üstünə gələk. Bilmirəm neçə M üstünə gələk. M bərabərdir. Neçə M üstünə gələk? 9M. Baxırıq. N çıxaq 7N. Bu ikisi eyni dəyişənin olduğuna görə bir xətt çəkib hesablayıram. Mənfi 6N. Deməli, N qabağında mənfi 6 durmalıdır. M-də isə 8M olmalıdır. Müsbət 8M. M-lə M-i toplasam 9M elər. 6-cı tapşırığa baxıram. Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. A variantı 3x çıxaq 23x. Deməli, x bərabərdir mənfi 17 olarsa hesablamalıyıq. 3x çıxaq 23x əks işarəli olduğuna görə mənfi 20x, mənfi 20x, mənfi 20 vuraq x yəni. X-in də yerinə mənfi 17 qoyanda, mənfi mənfiyə vuranda müsbət, 17-yi 20-yə vuranda elədi 340. Müsbət 340, çünki mənfi mənfiyə vuranda müsbət edir. B variantına baxırıq. 6a çıxaq 8a çıxaq 8a, o da bərabərdir. 6a, 8a ilə 8a, ikisi də eyni işarəli olduğuna görə toplanır. 6a çıxaq 16a, o da bərabərdir. Sadələşdirək. 16a ilə 6a əks işarəli olduğuna görə 16a-dan 6a-nı çıxıram. 16-nın işarəsi qarşısına yazılır. Yəni 16-dan 6 çıxıram 10, mənfi 10a. Mənfi 10a-yı, a-nın da yerinə 13 durur. Mənfi 10-u 13-ə vuraram. Mənfi 130. C variantına baxırıq. Mənfi 3y çıxaq 6y üstünə gələk 3y. Mənfi 3y ilə 3y əks işarəlidir, toplandı 0 qaldı. Mənfi 6y qaldı. Mənfi 6y. Mənfi 6y bərabərdir. Mənfi 6 vuraq 15. 6-yı 15-ə vuranda 90. Mənfi 90. Çünki mənfi müsbətə vuranda mənfidir. D variantına baxırıq. 13x üstünə gələk 8x üstünə gələk 7y çıxaq 20x. Burada x 17-dir, y 3-dür. Bunları hesablasaq 13x-in üstünə 8x gələndə 21x, 21x-dan 20x-i çıxıram. X üstə gələk 7y. X 17-dir, 17 üstünə gələk 7-yi də 3-ə vuranda 21. 17 üstünə gələk 21, o delədi 38. Bu qədər uşaqlar, sağ olun. Bəyənməyi, abunə olmağı unutmayın.